Salam, gəlin sualların izahını verim, yoxlayın. Deyir ki, ismə aid fikirlərdən biri səhvdir. Bəzi isimlər sifətləşərək cümlədə təyin olur. Bəli, düz deyir. Məsəl üçün, mən sizə öyrətmişdim hansı ki, daş, yun, ipək, sonra qızıl, gümüş, bu kimi sözlər cümlədə isimləşərək təyin ola bilir. Məsəl üçün, daş bina. Necə bina? Daş bina. Artıq burada isimlər sifətləşdi və cümlədə təyin oldu. Bu düzdür. Adlı halda olan isim daha çox təyin, mübtəda və tamamlıq olur. Xeyr, B variantı səhvdir, tamamlıq ola bilmir. Təsirli halda olan isim heç vaxt mübtəda rolunda olmur. Bəli. Sonra isim bütün cümlə üzvləri vəzifəsində olur. Düz deyir. Sonra yəni mübtəda, xəbər, təyin, tamamlıq, zərflik ola bilir. Qeyri-müəyyən yəli hal ayrıqda cümlə üzvü olmur. Düz deyir. Qeyri-müəyyən yəli hal ayrıqda cümlə üzvü deyil. Deməli, burada cavabımız oldu B variantı. Sonra, sadə cümlənin şəxsə görə növlərindən biri fərqlidir. Qaçanı qovmazlar, ümumi şəxslidir. Mərdi qova namərd etməzlər. Yenə də ümumi şəxslidir. Palaza bürün, ellə sürün. Yenə də ümumi şəxslidir. Sözün doğrusunu zarafatla deyərlər. Bu da amma igid ölər adı qalar. Ölər kim? İgid. Yadınıza gəlirsə mən demişdim ki, ümumi şəxsi cümlələrin hamısı yəni ümumi olmurlar da. Mübtədası o əgər varsa da bu müəyyən şəxsi cümlədir. 28-də cavab C-dir. Biri şərt şəklində olan feil deyil. Alınsa burada şərt şəklindədir. Uşaqdırsa, bəli, burada B variantı uşaq isimdir. Şərt şəklində olan feil deyir. Cavab elə B-dir. Yox, burada B, A, B, C, D, Y variantıdır. Hə. Uşaqdırsa da cavab. Danışmasa düzdür, gətirsələr düzdür, yazsaydınız düzdür. Hansı bənddə söz birləşməsi işlənməmişdir? Uşaq hündür ağacdan yıxıldı. Hündür ağac burada işlənib. Ay uşaqlar, qəbul imtahanına ciddi hazırlaşın. Qəbul imtahanı qürbətdə yaşasa da qəlbi vətən eşqi ilə döyünür. Vətən eşqi səhv etmək insanı daha da kamilləşdirir. Burada elə yoxdur. Çayın şırıltısı isə söz birləşməsidir. 30-da cavab oldu D. Həmcins üzvlü cümləni müəyyən edin. Yay aylarında burada çadırlar qururlar. Gediş gəliş çoxalardır. Çoxalardır nə? Gediş gəliş. Qurular nə? Çadırlar. Bu artıq mürəkkəb cümlədir. Onun saçları qar kimi ağarmışdır. Gördüyünüz kimi həmcins üzvlərdə sadalamalar olur, amma burada yoxdur. Buranın axar-baxarı xoşuma gəlir. Burada da yoxdur. Həyətdəki ağaclardan səbətlərə alma, armud, heyva yıxıldı. Nə heyvan, nə armud, nə alma. Cavab D-dir. Güclü külək əsir. Əsir nə külək? Toz torpaq hər tərəfi dumana bürüyürdü. Bürüyürdü nə? Toz torpaq. Bu da mürəkkəb cümlədir. 31-də cavab oldu D variantı. Tabesiz mürəkkəb cümləni müəyyən edin. Fərid və Fuad sinifin əlaçılarıdırlar. Bu sadə cümlədir. Sonra şagirdlər dərsi dinləyir. Bani seminariyasının müəllimləri sualları tək-tək cavablandırır. Cavablandırır kim? Bani seminariyasının müəllimləri. Dinləyir kim? Şagirdlər. Tabesiz mürəkkəb cümlədə 32 B-dir. Mən kəndə çatanda hava qaralırdı. Qaralırdı. Nə hava? Bu sadə cümlədir. Dəniz coşub dalğalanırdı. Sadədir. Uğura nail olmaq çətin olsa da, yadınıza gəlir, sadanı görəndə demişdim ki, bu tabeli mürəkkəb cümlə hesab edilir. Feili sifət işlənmiş cümləni müəyyən eləyin deyir. Onun danışığı məni qıcıqlandırırdı. Məni qıcıqlandırırdı. Nə? Onun danışığı. Burada feili sifət işlənibdir. Danışığı sözündə, üzr istəyirəm, burada üçüncü nöqtənin söz birləşməsidir. Burada işlənməyibdir. Sonra evdəkilər bu hərəkətlərindən razı qalmadılar. Qalmadılar kim? Evdəkilər. Feili sifət deyəndə feil sifətin şəkilçisini axtarmalıyıq. Nərimin çatar-çatmaz tapşırıqlarını yazdı. Çatar-çatmaz bu feili bağlamadır. Fatimə çalışqan şagirddir. Burada an şəkilçisi sizi çaşdırmasın. O an deyil, qan şəkilçisidir. Yəni feil sifət deyil. Çürümüşləri təzələrdən ayırmaq lazımdır. Lazımdır nə? Çürümüşləri təzələrdən ayırmaq. Burada çürümüş. Necə? Çürümüş. Mış-mış şəkilçili feil sifət şəkilçilidir. Yəni cavab olacaq 33-də Y variantı. Sifət işlənmiş cümləni göstərin. O rəqsi mənə anam öyrətmişdi, burada yoxdur. O doğranmış meyvələri boşqaba yığdı.
Burada da yoxdur. Belə işləri həmişə Aydana tapşırırdılar. Yoxdur. Onlar başqaları haqqında danışmağı çox sevirlər. Başqaları. Bax, başqa adam. Necə adam? Başqa adam. Bu D-dır. Yaxşılıq isimdir. 34-də cavab olur D variantı. Qurluca düzəltmə sözü müəyyən edin. Düzəltmə söz, yaxınlıq. Burada düzəltmə sözü istəyir bizdən. Yaxın sözünün yaxınlıq yaranda düzəltmə budur. Çalışmaq sadə, dağınıq sadə, bağışlamaq sadə, sarsılmaq, bu da sadə. Cavab 35-də A. Yer zərfliyinin əlavəsi işlənmiş cümlə hansıdır? Evimizi, ata ocağımızı yenidən təmir etdilər. Nə etdilər? Təmir etdilər. Haranı? Evimizi. Haranı? Ata ocağımızı. Burada haranı sualı tamamlığındır. Azərbaycanda, doğma yurdumuzda hər şey çox gözəldir. Gözəldir. Nə? Hər şey. Harada? Yurdumuzda. Harada? Azərbaycanda. Cavab B-dir. Onun kitabları yuxarıda, evin damındadır. Dır varsa yuxarıdadır. Bu xəbərin əlavəsidir. Səlim bizə, uşaqlara söz verdi. Nə etdi? Söz verdi. Kimə? Uşaqlara. Kimə? Bizə. Tamamlığındır. Könlünü xoş etmək, sevindirmək lazımdır. Könlünü xoş etmək, sevindirmək lazımdır. Bu da nə etmək? Xəbərin əlavəsi. Lazımdır. Nə? Xoş etmək. Deməli, cavabımız burada da oldu. 36-da. Dedim də B variantı, bəli.